Interrogative sentence into passive. Deyir, sual cümlələrini passivə çevir. Baxıram ki, yuxarıda da qaydasını veribdir. Əgər sual cümləsidirsə, do köməkçi keçibdir önə. Hansı zamandır? İndiki zaman. İndiki zamanda nə olacaq? Am is are participle to. Əgər did varsa, bu hansı zaman olacaqdır? Was və üstəgəl participle to. Və mübtəda köməkçi feildən sonra duran söz atılır. By ilə işlənir, to be üstəgəl participle. Bu əsas məsələ burada nəyə diqqət edəcəksiniz? Sual cümləsində to be ilə participle to yanaşı gəlməsin. Çünki nə deyirik? Deyirik köməkçi keçir mübtədadan əvvələ. Köməkçi mübtədadan əvvələ keçir sual cümləsində. Deməli, nə etməliyəm? Mən to be ilə, köməkçi ilə, participle to-nun arasında mübtəda yazmalıyam. İndi baxaq görək, 187-yə qədər deyin görək səhvinizi. 79-da səhv var. Baxaq, cümlə nə gördüm? Published keçmiş zamanda, keçmiş zamanın məchul növü nə olacaqdır? Aha, was və participle to. Görürəm ki, hamısında was və var. Əsas məsələ nəyə baxacağım? Am is are, was were, üstəgəl, bin olmaz. A variantı getdi. A variantı gedəcəkdir. Sonra D və E niyə gedir? Yox, gəl tək-tək deyək də. A variantı B-nə görə gedibdir. Qalanları saxlayırıq. Deyirəm ki, sual sözüm who, were gəlibdir. By whom gəldi. Sual cümləsi bu formadadır. Və deyirəm nə olacaqdır? To be participle to yanaşı gəlməyəcəkdir. Baxıram B variantında to be participle to yanaşı gəlibdir. D variantında to be participle to yanaşı gəlibdir. E variantı to be participle to yanaşı gəlibdir. Deyirəm nə olmalıdır? Were köməkçim, sonra these articles mübtədam, published xəbərim gəlibdir. Deyə bilərsiniz, ay müəllim, biz sual cümlələrində keçmişdik. Demişdik ki, who və what'dan sonra birbaşa xəbər gələ bilər. Məsələn, niyə B variantında gəlməyibdir? Deyə bilərsiniz də ki, müəllim, mən B-ni götürürəm, who'dan sonra birbaşa xəbər gəlsin. Ola bilməz. Deyirik, əgər who, what axırda söz önü ilə birləşibdirsə, o artıq mübtəda ola bilməz. O haqqını itiribdir. İkinci dərəcəli üzvü gəlibdir. Demək ki, həmin anda who və what söz önü ilə birləşibdirsə, özündən sonra köməkçi, mübtəda xəbər gələcəkdir. Aydın oldu mu? İndi kimsə ağıllı olar, fikirləşər də, deyər, ay müəllim, nə oldu sual cümlələrində, sual əvəzliklərində demişdik ki, who və what'dan sonra birbaşa xəbər gələ bilər. Mən də gəldim burada B variantını götürdüm. Dedim who'dan sonra birbaşa xəbər gəlsin. Bəs niyə görə səhv çıxdı? Deyirik ki, əgər who ilə what axırda söz önü ilə birləşibdirsə, bu artıq ikinci dərəcəli üzvü olubdur. Yəni özündən sonra birbaşa xəbər ala bilməz. Köməkçi mübtəda xəbər alacaq. Digər sual sözləri kimi bu da eyni qayda ilə köməkçi mübtəda xəbər alacaq. Bu da olacaq C variantı. Aydın oldu bu hissə. Sonra deyin görək səhvlərinizi. 83. Baxaq 83-ə. Gördüm, xeyr. Hardan keçmiş zamandır? Have, üstəgəl, finish. Mən sizə 100 dəfə demişəm ki, cümləni tam oxuyun. Sizin neçə saniyə vaxtınız alır ki, cümləni tam oxumursunuz. Have you finished the work? Cümlədə nə gördüm? Have as üstəgəl participle to. Mən zamanı dəyişə bilmərəm. Have has, had ola bilməz. Have as üstəgəl been, üstəgəl participle to olacaq. Zamanı dəyişmək ixtiyarım yoxdur. A variantı getdi. E variantı da getdi. Və deyirəm ortaya nə gəlməlidir? Been gəlməlidir. Been gəlməlidir. Have has'dən sonra been gəlməlidir. Aha, qaldı B ilə C variantı. Və deyirəm ki, has been finished. Neçə mərtəbəsi var? Has 1, been 2, finished 3. İstəyir 2 olsun, istəyir 3 olsun. Sual cümləsində birinci yerdə dayanan köməkçidir. O keçəcək cümlənin əvvəlinə. Digərləri qaldıqları yerdə, bax, olduqları yerdə bu formada qalmalıdırlar. Onların ixtiyarı yoxdur ki, köməkçinin arxasınca düşsünlər, geçsinlər cümlənin əvvəlinə. Yəni C variantında has been səhvdir. Birinci mərtəbədə duran has'dir.
O deyir ki, aparıcı mənəm, öndə gedən mənəm, mən keçirəm cümlənin əvvəlinə, yaradıram sual cümləsini. Siz yerinizdə qalırsınız deyir. Siz yerinizdə qalırsınız. Bu məsələn shall be, will be, participle to-da da bu qaydadadır. Testlərdə verir sizi aldatmaq üçün shall be, will be keçirir mübtədadan əvvələ. Yox, shall, will birinci yerdə dayanan deyir ki, siz dayanın öz yerinizdə, mən keçəcəm mübtədadan əvvələ. Aydındır? Bu qayda ilə yadımızda qalarmı? Birinci yerdə dayanan aparıcıdır. O keçir önə. Onun dalınca heç kim düşüb cümlənin əvvəlinə keçə bilməz. O gedir birdən əvvələ. Birinci bir dənə gedəcəkdir əvvələ. Aydın oldu. Ona görə də cavabım olacaqdır B variantı. Sonra. Həsən bir nasıl söz girməlidir? Bəli, bəli. Belə deyək də yaxşı. Elə yadda qalır, elə denən. Sonra. 185. Did gördüm, keçmiş zaman, məchulun düsturu nədir? Was və participle to. B variantında been gəlibdi, getdi. Digərləri qaldı və deyirəm ki, sual cümləsində passivdə nə olmalıdır? To be, participle to, yanaşı, gəlməz, ortaya mübtəda girməlidir. A variantı was punished, səhvdir. C variantı was punished, səhvdir. E variantı ilə D variantında qaldım. Bəs ay müəllim, problem nədir? Qayıdıram cümləyə, did köməkçidir, the teacher mənim mübtədamdır. Məchul növdə deyirəm ki, mübtəda, məlumun mübtədası atılar, məlumun mübtədası atılır, yəni the teacher atılmalıdır. Deməli, mən D variantında the teacher versəm səhvdir. Tamamlığım, the child gəlib olacaq mənim cümləmin mübtədası. Bu da olur E variantı. Davamı deyin görək. Səhvləri gizlətməyin, hamısını deyin. Bu axırıncı təkrarda artıq. 90-a qədər. 91. Aha, did gördüm, keçmiş zamandır. Keçmişin düsturu. Was, were, participle to, heç nə çıxa bilmirəm. Sual cümləsində nə olmalı? Əvvəla bunu deyək də. The judge mənim cümləmin mübtədasıdır. Mübtədalarım eyni olmayacaq. C variantı və D variantını atdım. İndi gəlirəm was və participle to məsələsinə. Məchul növ sual cümləsində to be ilə participle to yanaşı gəlməz. A variantı was punished yanaşı gəlib. E variantı was punished yanaşı gəlib. Qalır cavabım B variantı. Aydın oldu mu? Participle to yanaşı gəlməz. Ortaya mübtəda girməlidir. Yəni nə deyirəm? Biz hələ aşağı sinifdə sual cümləsini keçəndə deyirik köməkçi keçir mübtədadan əvvələ. Demək mənim orada was və köməkçi mübtədadan əvvələ keçir. Əvvələ keçibsə deməli mübtəda ortada gələcək də. 92-də didi gördüm, keçmiş zamandır. The polisdə mübtədamdır. Was və participle to lazımdır. E variantında was və görmədim. B variantında was və-dən sonra been gəlməz. The police mübtədamdır. Mübtədalarım eyni olmaz. C variantı getdi. A qaldı, D qaldı. Və ikinci bir qaydam nə dedim? Sual cümləsində to be participle to yanaşı gəlməz. Ortaya mübtəda girməlidir. Olur cavabım D variantı. Deməli, bir ümumiləşdirək görək sual cümlələrində passivdə nə etməliyəm? Birinci addım köməkçiyə baxmalıyam, zamanı tapmalıyam. 2. Mübtədanı atmalıyam. 3-də söz sırasına baxmalıyam. To be participle to yanaşı gəlməz. Ortaya mübtəda girməlidir. Sonra necə? 93-ə baxaq. Nədir? Bəli. Nəqli cümlələrə deməli, don't birinci addım baxdım. Don't indiki zamandır. Əmizar participle to gəlməlidir. Bu variantında was və verib. E variantında əmizar yoxdur. İkinci addım dey, mübtəda. Mübtədalarım eyni olmaz. B-dədir, onu da çıxmışam. Digərləri qaldı. D variantında əmizardan sonra bin gəlməz. A qaldı, C qaldı. Neynəməliyəm? To be ilə participle to-nu yanaşı vermərəm. Ortada mübtəda gəlməlidir. Fried snacks mənim cümləmin mübtədasıdır. Bu da olacaq C variantı. Sonra testə baxaq görək. Saydık yatma. Aha, sonra
200-ə qədər. Səhvlərinizi deyin. 8. Prepares indiki zamandadır. İndiki zamanın məchulu əmizar participle to. B variantında əmizardan sonra bin gələ bilməz. Düstur nədir? To be participle to yanaşı gəlməz. A variantı getdi. C variantı getdi. E variantı getdi. Qaldı cavabım D variantı. Ay müəllim, bəlkə E variantında mən birbaşa xəbər verə bilərəm who-dan sonra. Elə ən bəsidi odur ki, who-nun xəbəri qətiyyən ola bilməz. Özdə kim hazırlanıb demərəm axı. Who axırda by ilə birləşibdirsə, o artıq ikinci dərəcəli üzvdür. Özündən sonra köməkçi, mübtədə xəbər gələ bilər. Birbaşa xəbər qətiyyən gəlməz. Olur D variant. 99-da. Told keçmiş zamandadır. Keçmiş zaman. Teach, told, öyrətməyin keçmişi. Was were participle to gələcəkdir. A variantında was were-dən sonra bin gəlməz. Daha sonra sual cümləsində to be participle to yanaşı gəlməz. C variantı getdi. D variantı getdi. E variantı getdi. Qaldı cavabım B variantı. Who, by gördün, axırdakı by ilə birləşibdir. Köməkçi, mübtədə xəbər gəlibdir. B variantı. 213. Yenə post-it keçmiş zamandadır. Was were participle to olacaq. E variantını çıxıram. Was were-dən sonra bin gəlməz. Sual cümləsində was were yanaşı gəlməz. A variantı getdi. C variantı getdi. D variantı getdi. Qaldı B variantı. Oldu mu? Sonra 19. Sent hansı zamandır? Keçmiş zamanın məchulu. Was were participle to. B variantı was were-dən sonra bin gəlməz. Bu sadə keçmişdir. Davam edicilik yoxdur ki, being verim. Aha, cümlədə söz sırası. Sent. To be participle to yanaşı gəlməz. E-də to be participle to yanaşı gəlməz. Qalır cavabım A variantı. 23. 223. Has taken. Have been, has been olmalıdır. B variantı getdi. Had edib zamanı dəyişə bilmərəm, getdi. Were verib zamanı dəyişə bilmərəm, getdi. A qaldı, D qaldı. Söz sırası. Köməkçi birinci gəlir, have. Sonra mübtəda gəlir. D variantı. A variantında have-in yanaşı gəlib səhvdir. Do indiki zamandır. İndiki zamanın məchul növü necə düzələcək? Əmizar üstəgəl participle to ilə. Əmizar, D variantında əmizar yoxdur. E variantında əmizar yoxdur. Do, they, mübtədam deydi. Mübtədalarım eyni olmaz. B variantını atdım. Atdığım mübtədanı məchul növdə vermək istəyirəmsə, qarşısında by verməliyəm. Qalır cavabım A variantı. Bəli, həm də obyekt formada verməliyəm. Ay balım, mən narahat oluram, axı, otur da sən. Deyir ki, dem verə bilmərik. Ay balam, axı dedim ki, atdığım mübtədanı məchulda vermək üçün obyekt verirəm, qarşısında by yazmalıyam. Hanı by yoxdur axı? Sonra məsələn 33-ü deyək. Do hansı zamandır? İndiki zaman məchul növü nə olacaq? Əmizar participle to. B variantında əmizar yoxdur. C variantında yoxdur. D variantında yoxdur. D mənim cümləmin mübtədasıdır. Mübtədanı, məlumun mübtədasını məchulda yaza bilmək üçün obyekt halda yazı və qarşısına by verməliyəm. E variantında by yoxdur. Qalır cavabım A variantı. 134. Dərsə qulaq asırıq, yoxsa? Will gördüm. Gələcək zaman məchul növü necə düzəlir Sadiq? Will be. Səhv dedin. Be participle to. Will be, shall be participle to. A variantında yoxdur. B variantında yoxdur. Digərləri qaldı. Sonra you mübtədadır. Return xəbərimdir.
The books da tamamlığımdır. Tamamlıq gəlib cümlənin əvvəlinə keçməlidir. A variantı getdi. D ilə E qaldı. D-dən min vermək üçün əvvəldə bay olmalı idi. Bəli, obyektin qarşısına. Deyə bilərsiniz, ay müəllim, niyə görə orada you-nu atmışam, mən me yazmışam? Dialoqdur bu. Sən deyib sual veribdisə, mən deyib cavab qaytarmalısan. You, sən deyib sual veribsə, mən deyib cavab qaytarmalısan. Siz desə, we, biz deyib cavab qaytarmalısan. Çünki bu dialoqdur. You həm sən, həm siz deməkdir. Qalır cavabım E variantı. Bəli, by me olmalıydı D variantında. C variantında sənin cümlənin tamamlığı booksdur, kitablar. Mən qaytarılmamışam. Deyir, I will be returned. Mən qaytarılmışam. Mən qaytarılmamışam. Kitablar qaytarılıbdır. E variantı. 235-də Drew hansı zamandadır? Drew hansı zamandadır? Keçmiş. Keçmişin məchulu nə olur? Was were participle to. B getdi. D getdi. A-da was'dan sonra bin gəlib getdi. C qaldı, E qaldı. Drew çəkdi nəyi? Picture, şəkli. Şəkil tamamlıqdırsa, gəlir cümlənin əvvəlinə. Mübtədam olur. C variantı. Şəkil çəkilibdir şagirdlər tərəfindən. E-də deyir ki, şagirdlər çəkilib, şəkili lövhədə. Şagirdlər çəkilib yox, şəkil çəkilibdir. Yəni bunun ən rahat yolu nədir? Təhlil eləyirsən. Who burada mübtədadır. Who mübtədadır. Drew xəbərdir. The picture-də tamamlıqdır. Tamamlığı gətirirəm cümlənin mübtədası eləyirəm. Demək ki, picture-dır mənim mübtədam. C variantı. Burada başqa sualınız var? Başa düşdünüz bu hissəni? Baxaq görək fərqli nəsə var burada. Necə? Hissələrə bölüb də, yaxşıdır da. Tək-tək verib də. 250-yə də baxın, ondan sonra növbətiyə gedək. Did, keçmiş zaman, was were participle to, A variantında was were yoxdur, C variantında yoxdur, D variantında yoxdur. B qaldı, E qaldı. Did anyone, anyone mübtədadır, visit xəbərdir, you da tamamlıqdır. Deyir, səni kimsə ziyarət edib xəstəxanada. Deyirsən, mənə ziyarət olunub dostlarım tərəfindən. E variantı. Yenə də you deyibdir, sənə deyibsə, ayla cavab qaytarıram, mən deyirəm. Mənə ziyarət edilib. B variantında məsələ nədir? Deyir, dostlarım ziyarət edilib mənim tərəfimdən. Axı sual verir ki, kimsə səni ziyarət edibdir. Sən də cavabında deyirsən ki, mənə ziyarət olunub dostlarım tərəfindən. E variantı. Aydın oldu bu hissə. İndi getdik. Choosing sentences in the passive voice. Məchul növdə olan cümlələri tap. Cümlə nə zaman məchulda olmayacaq? Qaydaq qaydaya. Deməli, deyir ki, cümləni məchulda olan, əvvəla cümlənin məchul olması üçün nə lazımdır? To be üstəgəl participle to qaydası mütləq şəkildə ödənməlidir. Yəni, bu saydığım əmizar, was were üstəgəl participle to, will be, shall be participle to, have been, has been, had been participle to, əmizar üstəgəl being üstəgəl participle to, was were üstəgəl being üstəgəl participle to qaydası ödənməlidir. Cümlə there-lə başlamamalıdır. Yəni, there is, there are, there was, there were. Bunun sual hissəsi də ola bilər. Is there, was there, are there, were there, bunlar ilə başlamaz. Cümlədə sifət, cümlə sifət və müstəqil yəli əvəzliyi, yəni isimsiz yəli əvəzliyi ilə mine, yours, hers, bunlarla bitməz. Bitərək o cümlə məchul olmaz. Davam eləyək indi onun testlərindən. Baxaq görək. Aha, indi 251-də məsələn, cümlə nə ilə bitibdir? Yours, isimsiz yəli əvəzli ilə bitib. Demək, bu cümlə məchul deyil. Gəl. Sonra C variantında cümlə was there. Aha, davam elədik. D variantında düstur səhvdir. Have, has-dən sonra been gəlməli idi. Səhvdir. E variantında da expensive nə deməkdir? Bahalı. Cümlə sifətlə bitməz. Bitərək o cümlə məchul olmaz. Qalır cavabım B variantı. Çünki şərtdə mənə deyir ki, məchul növdə olan cümləni seç. Qulaq asın görək.
Bəli, E-də də sifət gəlmişdi. 52-də. Deməli, cümlənin məchul olması üçün to be üstəgəl participle to qaydası düsturu ödənməlidir. A variantında was afraid of. Was afraid of to be-li birləşmədir. Qorxmaq deməkdir. To be-li birləşmələr biz demişik həmişə nə yiyəlik ola bilməz, nə də passiv ola bilməz. A variantı getdi. B variantında cümlə there is, there are, there was, there were ilə başlamaz. C variantında to be, late for. Özdə bu nədir? 5-ci sinifin ilk sözüdür. Day bunu bilirsiniz. Gecikmək deməkdir. Yəni to be-li birləşmədir. To be-li birləşmələr nə məchul ola bilər, nə yiyəlik. D variantı doğru cavabdır. Bəs ay müəllim, E-də problem nədir? Həzdən sonra been gəlib, amma bu cümlənin məchul ola bilməsi üçün participle to-su yoxdur. E variantı getdi, qaldı cavabım D variantı. Oldu mu? Başa düşdükmü? 253-ə gəlirəm. Cümlənin məchul olması üçün will be published olmalıydı. Getdi. B variantında was were, to be-si yoxdur. C variantı doğru cavabdır. D variantı to be famous for to be-li birləşmədir. E variantı to be participle to düsturu yoxdur. Participle to. C-də were lost. To be participle to. 254-də to be participle to düsturu yoxdur. Modalların məchulu, modal üstəgəl, be üstəgəl, amma participle to-su yoxdur. Unbelievable sifətdir. Ay müəllim, tərcüməsini bilmədən necə biləcəm? Able sifət düzəldən şəkilçidir. C variantı doğru cavabdır. Should, modal, be üstəgəl, participle to doğrudur. D variantında to be-si yoxdur. E variantında must modalı məchul olması üçün be üstəgəl, participle to gəlməlidir. Qalır cavabım C variantı. Oldu mu? Gəldim indi 255'e. A variantı doğru cavabdır. Will be taken. B variantında have-dən sonra been yoxdur. C variantında to be participle to yoxdur. D variantında to be participle to yoxdur. Ay müəllim, E-də have-dan gəlibdi, amma be-ni yoxdur. Qaldı cavabım A variantı. Başa düşdükmü? Başa düşməyəndə deyin, bir də dönə-dönə izah eləyək. 56-da cümlənin məchul olması lazımdır. Yox elə. To be üstəgəl, ing, davam edici vermək istəyirəmsə, being üstəgəl participle to olmalı. Bu məlumdur, getdi. B variantı həzdən sonra been gəlməli idi. D variantı to be-si yoxdur. C variantı, D variantı to be yoxdur. Qalır cavabım E variantı. Görürsən, was və üstəgəl participle to. Aydın oldu mu? 57-də when we arrived home, everything. Birinci mən cümlənin zamanını uzlaşdırım, variant atım ki, işim rahat olsun. Arrived keçmişdi, digər tərəf keçmiş olmalıdır. C variantı getdi, E variantı gələcəkdi, getdi. B variantında had been olmalıydı. B variantı getdi. C-də was və-dən sonra been gəlməz, qaldı cavabım A variantı. Başa düşmədisə bir də deyək. Çox sadə bundan geçin, amma Vallahi 40 dəfə keçmişik, yenə götürüb sumkaya qoyub gətirmişsiniz. Görək də. Bəli, bir dənə düşür. İşlədiklərinizdən düşəcək. Kənar bir şey olmayacaq. Ay vətəndaşlar, qulaq asaq zəhmət olmasın. 258-də deyir ki, məchul düsturu seç. Hansıdır məchul düstur? Tap görün. 5-i çıxıram, be-ni yoxdur. 3-ü də çıxıram, to be-si yoxdur. Maşallah, maşallah, hay balam. 1. ING-nin məchul olması üçün yenə to be participle to. Bəsit düşün də, məchulun düsturu nədir? To be participle to. ING-ni verməkdən ötürü ortaya being yazacaqsan. Hani burada sən participle to? 59-a gəldim. Cümləni məchulda olan cümləni seç deyir. A variantı to be var, participle to yoxdur. B variantını saxladım. C-də were ilə başlayıb cümlə. D variantı cümlə sifətlə bitibdir. E variantı correct cümlə sifətlə bitibdir. Qalır cavabım B variantı. Gedin. 260-da to be late for ifadəsi. To be-li birləşmə. Məchul deyil. Was written. To be participle to ödənibdir. 3-də to be yoxdur. 4-də were taken. Ödənib. To be participle to. Ancaq 5 səhvdir. Niyə?
Happy cümlə sifətlə bitibdir. Bəli. Cümlə sifətlə bitibdir. 261-də 1 düzdür. 3 səhvdir. Important sifətlə bitibdir. 2 səhvdir. Cümlə was deyə ilə başlayıbdır. 1 4 olacaq. C variantı. 62-də 1 səhvdir. Sifətlə bitib. 2 ona görə səhv oldu ki, were deyə ilə başlayıbdır. 3-də cümlə are-la başlayıbdır. 2 4-dür. D variantı. Sonra 63-də 2 səhvdir. Interesting sifətdir. Cümlə sifətlə bitər, məchul deyil. Is deyə ilə başlayıb. Məchul deyil. 1 4. A variantı. 264. 1 düzdür. Will be opened. To be düsturu ödənibdir. To be participle. B'si yoxdur. Participle to'su yoxdur. 4-də to be afraid of ifadəsidir. To be-li birləşmələr nə passivdir, nə possessive, yiyəlikdir. Qaldı 1 ilə 3. A variantı. 65 1 səhvdir. To be-si yoxdur. 2 düzdür. Götürdüm. 3 səhvdir. Vietnam yaş sifətlə bitibdir. 4 were watered. Götürdüm. 2 4 E variantı. 2 4 E variantı. Əlaqədə yetkilir. Necə? Tanrılar deyəcəklər istəyir. Aha, 291-ci test. Test 291. Bu dəfə də deyir ki, məchula çevrilən və çevrilməyənlər. Məchula çevrilən və çevrilməyənlər. Cümlə nə zaman məchula çevrilər? Ən bəsiti nədir? Ay, sağ ol. Əgər cümlənin tamamlığı olarsa, nə deyirəm? Deyirəm, birinci şərti mübtədanı atıram, məlumun mübtədası atılır. Tamamlıq gətirilir cümlənin əvvəlinə. Mənim cümləmin passivdə mübtədası olur. Yəni, mənim cümləmin məchula çevrilə bilməsi üçün nə olmalıdır? Cümləmdə tamamlıq olmalıdır. Bir də dedik, çevrilməyən feillər var. Appear, disappear, snow, rain, swim, run, walk, go. Bu feillər məchula çevrilmirlər. İndi baxaq birinci cümləyə. İşimin adı nədir? Təhlil eləmək. He mübtədadır. He mənim cümləmin mübtədasıdır. He mübtəda. Published xəbərim gəlibdir. A collection of short stories mənim cümləmin tamamlığıdır. Can be deyib, çevrilə bilən deyibdir, müsbətləri götürəcəm. Deməli, published tamamlıqdır. A collection of short stories tamamlığımdır. Cümlənin tamamlığı varsa, deməli, bu cümlə məchula çevrilə bilir. Biri götürdüm. 2-də there was cümlə zeri zera ilə başlayıbdırsa, bu nə məchul deyil, nə də məchula çevrilmir. 3-də we mübtəda, collected xəbər, shells tamamlığım. Cümlənin tamamlığı varsa məchula çevrilir. 3-ü götürdüm. 4-də lasted xəbərim, amma görsən zaman gəlibdir. Tamamlığım yoxdur, məchula çevrilmir. 1-3-ü götürdüm. İndi gəldim ikinciyə. It happened. Cümlənin xəbəri happened baş vermək feilidirsə, məchula çevrilmir. Ay müəllim, yadımda qalmır. Yenə happened xəbərdir. A few minutes ago zaman zərfidir. Axı zaman zərfin tamamlıq deyil. Birlərin getdi. 2-də he mübtədadır. Borrowed xəbərdir. Borc aldı. Nəyi? Pulu. Tamamlığım varsa bu cümlə məchula çevrilir. Bəli, 2-ni götürdüm. Sonra she remained unconscious. Aha, nə sənin tamamlığın? Conscious, görsən os var. Os sifətdir. Axı isim tamamlıq gəlməyibdir. Obyektin yoxdur axı. 3-üm getdi. Ay müəllim, tərəddüd elədim burada. Deyirəmsə, yalandan variant seçmirəm. Keçirəm 4-ə. D mübtədadır. Send xəbərdir. Göndərib kimi? Oğlunu. Gördünmü? Kimi nəyi? Tamamlıq. Tamamlığı varsa məchula çevrilir. 2-4 C variantı. İndi deyir ki, məchula çevrilə bilməyən. İndi yenə də çevrilə bilməyən deyirsə, tamamlığı olanları atırsan, deməli çevrilir. Written yazıbdır, bəli. Yazıbdır nəyi? Məqalələri. Tamamlığın var, məchula çevrilir. Məndən çevrilməyənləri istəyir. A gedir, E gedir. 2-də occurred, happened, baş vermək deməkdir. Ay müəllim, elə bilmədim deyirsənsə, baxırsan.
Özündən sonra zaman zərfi gəlibdi. Tamamlığı yoxdur. Deməli məchula çevrilmir. 2-ni götürdüm. B variantı getdi. İtlə başlayan cümlələr məchula çevrilmir. 4-ü götürdüm. Ay müəllim, it yadıma düşmədi orada. Found tapmaq xəbərdir. Xəbərdən sonra him kimi tamamlığım gəlibdi. Kimi nəyi sualına cavab veribdi. Deməli bu cümlə məchula çevrilir. Məndən çevrilməyən istəyir. Qaldı 2 ilə 4. Başa düşdükmü? Getdik 4-ə. Deyir ki cannot çevrilməyən. Yenə çevrilməyən. Tamamlığım varsa çevrilir. Baxıram, gördüm grew in a wealthy family. Varlı bir ailədə. Ailəni demir ki, tamamlığım yoxdur. Deməli, məchula çevrilmir. Biri götürdüm. Villagers grow yetişdirdi nəyi? Coffee. Tamamlığım var. Neyinir? Çevrilir. Məndən çevrilməyən istəyirdi. İkilərim getdi. Birim var idi, D də getdi. A qaldı, E qaldı. Spoil, korladı. Nəyi? Bizim piknikimizdir. Tamamlığım var. Məchula çevrilir. Məndən çevrilməyən istəyir. Rain'dir, snow'dur. Bunlar məchula düşmürlər. Məndən də düşməyən istəyir. Deməli, baxıram ki, kimi nəyi sualına cavab vermirsə, demək ki, tamamlığım yoxdursa, bu cümlə məchula çevrilmir. İndi gəldim növbəti 5-ə. Cannot yenə də məndən çevrilməyən istəyir. Çevrilməsin, yəni tamamlığı olmasın. Painted rənglədik nəyi? Fence, hasarı. Gördünmü? Tamamlığı var. Məchula çevrilir. Məndən çevrilməyənlər istəyir. Snow, qar yağmaq. 2-ni götürdüm. Made, etdi nəyi? Səhvi. Görsən tamamlığı var. Məchula çevrilir. Məndən çevrilməyən istəyir. State qaldı. Qalmaq feili. Ay müəllim o siyahını bilmirəm. Görsən in France, Fransada deyib. Fransanı demir ki, kimi nəyi sualını yoxdur ki, çevrilmir. Götürdüm 4-ü. Snow blocked, blokladı, bağladı. Nəyi? Roads, yolları. Görsən tamamlığı var. Neyinir? Məchula çevrilir. Qaldı cavabım 2-4. Bir dənəsində izah eləyək. Cannot çevrilə bilməyən deyir. Mənim tamamlığım olmasın. Tamamlıq olan çevrilir. Repair, təmir elədi. Nəyi? The roof of the house. Evin damını. Tamamlığı var. Məchula çevrilir. Birlərim getdi. Məndən çevrilməyən istəyir. 2-ni götürdüm. İtlə başlayan cümlə məchula çevrilmir. 2-ni götürdüm. Serve, servis etdi. Nəyi? The best breakfast. Ən yaxşı səhər yeməyini. Tamamlığı var, məchula çevrilir. Getdi. Look görünür. Necə görsən sifət gəlibdir. Kimi nəyi sualı yoxdur. Tamamlığı yoxdur, məchula çevrilmir. 4-ü götürdüm. 5-ə də baxaq. Look through. Nəyi? Look through nə deməkdir? Look through nəzərdən keçirmək. Nəyi? Notları, qeydlərini. Tamamlığı var, məchula çevrilir. Cavabım oldu 2-4. Sabaha pəsivin hamısını mənə tamamlayıb gəlirsiniz. Özdə bunun nəqli hissəsini atmamışıq. Nəqli hissəsini də işləyək də. Ben bunu işleyeyim sonra onu işleyeyim. Başlar ki birincisi.